Moskva şəhərində əslən Azərbaycandan olan şəxslərin qətlə yetirilməsi öz aralarında olan razborkalardan irəli gəlir. Rospalt agentliyinin yaydığı məlumata görə öldürülənlərin əksəriyyəti Quli ləqəbli Nadir Səlifov və Rövşən Lənkəranski ləqəbli Rövşən Cəniyev arasında davam edən kriminal müharibənin qurbanlarıdır. Hər iki oğru həbsdə olsa da, Moskvada göyərti alveri ilə məşğul olan topdan satış bazarlarını öz aralarında heç cür bölüşdürə bilmirlər. Aparılan araşdırmaya əsasən göyərti satışı ilə məşğul olan topdan satış bazar Rusiyanın bütün paytaxtını təmin edir. Mağazalara, kafe və restoranlara gətirilən soğan, sarımsaq və göyərti bu bazardan keçir. Hər ay həmin bazara göyərti və soğanla dolu yüzlərlə yük avtomaşınları gəlir. Hər maşından bazara nəzarət edən kriminal klanlarının liderləri $3000 alırlar. Aylıq gəlir isə 500.000 və ondan da daha çox təşkil edir. Əməliyyat məlumatına görə bu yağlı tikə Vaxa ləqəbli Baxış Əliyevin qruplaşmasının nəzarətində saxlanılırdı. O 2004-cü ildə qanuni oğru adını Lujnikidə oğruların keçirdiyi yığıncaqda alıb. Вы являетесь вором в законе. Şəxsən özü bazarda olmasa da, nəzarəti əslən Azərbaycanlı Raquf Rüstəmova və 2 tacik avtoritetə tapşırmışdı. Amma 2006-cı ildə Baxış Əliyev dələduzluqda təqsirli bilinərək 5 il azadlıqdan məhrum edildi. O həbs cəzası alandan sonra Rövşən Cəniyevin rəhbərlik etdiyi kriminal klan Baxış Əliyevin azadlıqda qalan adamların üstünə hücuma keçib. Belə ki, 2007-ci ilin martında 2 tacik avtoriteti qətlə yetirilib.